Tam ədədlərin çıxılması. Biz ibtidai sinifdən də bilirik. Məsələn, 5 çıxılsın 3. Elə buradakı ifadəni yazsaq, 5-dən 3-ü çıxanda 2 qalır. Yəni, yadınızdasa demişdim, bu qarşıdakı işarə həmin ədədin işarəsidir. Yəni, biz onu 5 üzərinə gəl, -3 kimi də yaza bilirik. Müxtəlif işarəli ədədləri toplayanda modulu böyük olan ədəddən modulu kiçik olan ədədə çıxırıq. Yəni 5-dən 3-ü çıxırıq 2. Modulu böyük olan ədədin işarəsini yazırıq. 5-in də işarəsi müsbət olduğuna görə 2 olur. Yəni bu hər iki yazılış doğrudur. Bu yazılışı biz soldakı yazılışı sağdakı kimi də yaza bilərik. Məsələn, başqa bir misala baxaq. Yazıb -2 minus -5. Bax, bu -5-in əksi deməkdir də. Qarşısında -5-in əksi. Yəni 2 də belə yadda saxlayın ki, 2 dənə mənfi olanda bu toplama olur. Yəni -2 üzərinə gəl 5 olacaq. Yenə modulu böyük olandan, yəni -2-nin modulu 2 eləyir. 5-in modulu 5. Böyükdən kiçiyi çıxırıq. 5-dən 2-ni çıxırıq 3 və modulu böyük olan işarəsini yazırıq. 5-in də işarəsi müsbət olduğuna görə müsbət 3 olur. Yəni A ədədi ilə B ədədinin fərqi A ədədi ilə B-nin əksi olan ədədin cəminə bərabərdir. Yəni məsələn biz A minus B-ni bayaq yuxarıdakı misalda göstərdim. A üzərinə gəl -B şəklində yaza bilirik. Sonra əks ədədlərin toplanması qaydasını istifadə edərək bunları həll edə bilərsiniz. Çalışmalara baxaq. A variantında 4 minus 6. Yəni bu A bəndində, bax bunu belə də yazar. 4 üzərinə gəl -6 deməkdir. Modulu böyük olan 6-dan 4-ü çıxırıq 2 və bu da -2 olacaq. Və ya belə fikirləşək ki, 4-dən 6-nı çıxmaq olmursa, bu deməli mənfi olacaq. -2. Hər ikisi mənfidir. Mənfi olduğuna görə toplayıb qarşısına mənfi yazırıq. Yəni -8 və ya bunu bayaqki qayda ilə desək, -8 üzərinə gəl -3 demək. 2 mənfi ədədi toplayırıq, qarşısına mənfi yazırıq. C bəndində bayaq dedik 2 dənə mənfi işarə olanda müsbət olur. Yəni -1 üzərinə gəl 5 olacaq. O da bərabərdir. Yenə böyükdən kiçiyə çıxdıq. 4 böyüyün işarəsi müsbətdir. D bəndində 4, 2 dənə mənfidir deyə üzərinə gəl 5 olacaq. O da 9. Y bəndində 0 minus 3. Yəni 0-dan 3-ü çıxa bilmirik. Yəni bunu 0 üzərinə gəl -3 yazırıq. Böyükdən kiçiyə çıxıb böyüyün işarəsini, yəni -3. F-də 2 dənə mənfi var deyə müsbət olacaq. 1 üzərinə gəl 7, o da bərabərdir 8. G bəndində -6 üzərinə gəl 6 olacaq. Əks ədədlərin də cəmi 0-a bərabərdir. H bəndində -8 üzərinə gəl -4 yazacaq. 2 mənfi ədədin cəmi də onları toplayırıq və 12 və qarşısına mənfi yazırıq. İ bəndində bunu 4 üzərinə gəl -10 kimi yazsaq, böyükdən kiçiyə çıxırıq. 6 böyüyün işarəsi də -6. Yəni modulu böyük olandan belə deyirik. -12 minus 2. 2 mənfi ədəddir. İkisi də mənfidir. Yəni bunu biz belə başa düşürük də üzərinə gəl -2. Toplayıb qarşısına mənfi yazırıq. Təsvirlərə əsasən çıxmaya aid misallar yazın, boşxanalara uyğun ədədi. -3-dən neçə vahid çıxıb? 1, 2, 3, 4. 4 çıxanda -7. İndi -12 minus neçə? Sağa getdiyinə görə -2 yazacaq bu boşxanaya. Onda olur -12 üzərinə gəl 2. Bu da bəli -10 edir. Sola gedəndə mənfi yazırıq. İndi sağa getdik. Yəni biz bunun üzərinə axır 2 mənfi ədədlərdir. -2 əlavə edəndə -12 üzərinə gəl 2. Bu da olur -10. C bəndində
2 minus neçə vahid? 1, 2, 3. 3, bu da olacaq -1. Üçüncü. Dəyişənin verilmiş qiymətini ifadənin qiymətini hesablayın. Yəni yerinə qoymalıyıq. Deməli A bəndində m -3 olanda, yəni m minus 4 bərabərdir. M-in yerinə -2 minus 4. Hər ikisi mənfidir deyə -6. 5 minus m bərabərdir. 5 minus biz m-in yerinə -2 qoyuruq. Yəni 5 üzərinə gəl 2 olacaq. 2 dənə mənfi olduğuna görə bu da 7. -3 minus m. -3. Bu işarə özü qalır. M-in yerinə -2 qoyuruq. -3. 2 dənə mənfi də müsbət oldu. Bu da böyükdən kiçiyə çıxdıq modulu böyük olandan. 3-dən 2, 1. Modulu böyük olan işarəsi -1. -1 minus -m da bərabərdir. -1. Gəlin bunlara əvvəlcə 2 dənə mənfi olduğuna görə üstə gəl m olacaq. -1 üzərinə gəl -2. 2 mənfi ədədin cəmi də toplayıb qarşısına mənfi yazırıq. B bəndində isə -7 minus c. İndi c-nin yerinə 4 qoyuruq. -7 minus 4. İkisi də mənfi olduğuna görə -11. -2. Daha doğrusu da 2. 2 minus -c. 2 dənə mənfi olduğuna görə 2 üzərinə gəl c olacaq. 2 üzərinə gəl 4, 6. -6 minus c. Yəni -6 minus 4. Hər ikisi mənfidir deyə toplayıb qarşısına mənfi yazırıq. -c minus 8. Yəni -c üzərinə gəl 8 olacaq. C-nin yerinə 4 qoyuruq, amma bu işarə qalır. -4 üzərinə gəl 8. Modulu böyük olandan modulu kiçik olanı çıxırıq 4. Modulu böyük olan işarəsi də müsbət olduğuna görə müsbət 4. Tənlikləri həll edin. Baxın, tənlik həll edəndə bərabərdir 5. Dəyişəni saxlayaq solda, amma öz işarəsi ilə. Qarşısındakı nədirsə onun işarəsi. -x bərabərdir 5 qaldı yerində. Ədədi digər tərəfə apardıqda işarəsi dəyişir. Bunun qarşısında görünməz müsbət var. Biz onu sağ tərəfə aparanda olacaq -3. Yəni -x bərabərdir 2. Bəs x-in özü nəyə bərabərdir? -2. İndi 10 minus y bərabərdir -2. Yenə dəyişəni saxladıq solda. -2. Onu digər tərəfə aparanda -10. -y bərabərdir -12. Y-in özü isə 12. 8 üzərinə gəl c -3. C-ni saxladıq. -3 qaldı yerində. 8-i sağ tərəfə keçirdikdə -8 olur. Onda c bərabərdir -11. -4 minus a bərabərdir -6. -a-nı saxladıq. -6 indi üzərinə gəl 4 olacaq. Çünki 4-ün işarəsi mənfi idi. -a bərabərdir -2-yə. A da bərabərdir 2. -9 minus b bərabərdir 1-ə. Buradan -b bərabərdir 1 üzərinə gəl 9 olacaq. -b bərabərdir 10. B-nin özü isə -10. Bunları nömrəliyim. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 5. 6-cı. -2 üzərinə gəl d bərabərdir 3. D qaldı 3. Üzərinə gəl 2 olacaq. Çünki 2 mənfidir. D bərabərdir 5. 7-də z minus 13 bərabərdir -4. Z bərabərdir -4. Üzərinə gəl 13. Burada 13-dən də 4-ü çıxdıq. 9. 8-də n üstəgə 6 bərabərdir -1. N qaldı. -1 də qalıb yerində.
minus 6 olacaq. N bərabərdir -7. 9-da 8 minus t bərabərdir -3-ə. T işarəsi ilə -t qaldı solda. -3. 8 müsbət idi. Sağ tərəfə keçdi. -8 oldu. -t bərabərdir. Hər ikisi mənfidir deyə topladıq. Qarşısına mənfi yazdıq. T də bərabərdir 11. 10-cu m üzərinə gəl 7 bərabərdir -7. -7 minus 7 olacaq. M də hər ikisi mənfi olduğuna görə -14. 5-də ifadənin qiymətini hesablayın. Bilirik ki, ifadələrdə birinci mötərizənin içərisini hesablamalıyıq. -2, 2 minus 4, bu da bu -2 eləyir mötərizənin içərisi. Üzərinə gəl -2. Mənfi ədədləri toplayanda toplayıb qarşısına mənfi yazırıq. 2 ilə 2, 4, -4. B bəndində isə yenə mötərizənin içərisini. B bəndində yenə -9, mötərizənin daxili isə -4 üstə gəl 5, 1 edəcək. Üzərinə gəl 1, böyükdən kiçiyi çıxırıq, modulu böyük olandan 9-dan 1-i 8 və işarəmiz də mənfi. C bəndində 5, üzərinə gəl. Mötərizənin daxili hər ikisi mənfidir deyə -5 olur. -5, əks ədədlərin cəmi də 0. D-də 6, qarşıda -2 dənə mənfi olduğuna görə üstəgəl olur. Üzərinə gəl 2. 7, 2, bu da 9. Y bəndində yenə mötərizənin daxilini hesablasaq 3-dən 1 çıxdıq 2, yəni 5 minus 2 o da bərabərdir 3. F bəndində mötərizəmizin içərisi olacaq 9, -5 minus 2 minus 9. 3-ü də mənfi olduğuna görə toplayırıq bunların üçündə 16 və qarşısında da mənfi. G bəndində mənfi, mötərizənin içərisi 9-dan 1-i çıxırıq 8 və minus 10. O da bərabərdir. Hər ikisi mənfi olduğuna görə topladıq, qarşısına mənfi yazdıq. H-da -7 minus. Mötərizənin daxilini hesablasaq 10-dan da 2, 8 edir. -7 minus 8, bu da -15. 6-da müqayisə edin. A bəndində ilk öncə sol tərəfi sadələşdirək. -5, 2 dənə mənfi olduğuna görə üzərinə gəl 1 olacaq. Bu da -4. İndi -4 ilə -6-nı müqayisə edirik. -4 daha böyük. B bəndində -4, üzərinə gəl 4 olacaq. Bu 0. Sağ tərəfdə isə -4 minus 4. Hər ikisi mənfidir. Toplayıb qarşısına mənfi yazırıq. Və 0 ilə -8-i müqayisə etdikdə 0 daha böyük. C bəndində modul 1 minus 3. Əvvəlcə modulun daxilini hesabladıq. -2. Bilir ki, -2-nin də modulu 2. -5, üzərinə gəl 5 olacaq. Əks ədədlərin cəmi də 0. 2 ilə 0-ı müqayisə etdikdə 2 böyükdür. D bəndində modul -6 artı üzərinə gəl 10 olacaq. Çünki 2 dənə mənfidir burada. -6-nın modulu 6, üzərinə gəl 10. Cavabımız oldu 16. Burada isə 100 minus 101. Bu da -1. 16 -1-dən böyükdür. Y bəndində 8 minus -1-in modulu 1 olur. 8-dən də 1, 7. Digərində isə modulun daxilini 8, üzərinə gəl 1 olacaq. Çünki 2 dənə mənfidir. Bu da modul 9, o da bərabərdir 9-a. 9 daha böyükdür. F-də isə -5 üzərinə gəl 1. Bu da mənfi, modul -4. Burada 2 mənfi olmağına baxmayın. Çünki bu moduldur. Birinci modulun daxilini eləyirik. -4-ün modulu 4. Yəni cavabımız oldu -4. Digərində isə mənfi, modul -5 üzərinə gəl 1-dir. Yenə 2 mənfi olmağına baxmayın. Mötərizə olsaydı müsbət olardı. Bu mənfi qalır. -5-in modulu 5, üzərinə gəl 1. Bu da -4.
Hər ikisi -4 olduğuna görə bunlar da bərabər oldu. Burada isə ifadənin qiymətini əlverişli üsulla hesablayın. A bəndi demək, əks ədədlərin cəmi bilirik ki, 0-a bərabərdir. Buradan əks ədədləri tapsaq, baxaq, bax bu -3 ilə 3 əks ədəddir. Bunlar 0 olacaq. Bunlar getdi. Onda yerdə qalır bizdə -2 -5. Hər ikisi mənfi olduğuna görə cavab olur -7. B bəndində də yenə əks ədədləri tapaq. Bax 6 ilə -6. Bunlar 0 oldu. Sonra -4 ilə, baxın burada -4 ilə bu -4 işarəsində bu 4 yenə əks ədədlərdə 0 oldu. Yerdə qaldı təkcə -1. Yəni biz onu belə yazardıq ki, 6 üzərinə gəl -6. Sonra -4 üzərinə gəl 4 -1. Yəni qrup toplamanın yer dəyişmə xassəsindən istifadə edib yerlərini dəyişərdik. Əks ədədləri burada görərdik ki, bəli, əks ədədlərində cəmi 0-dır. Və ya buradan əks ədədləri taparaq özünüz üçün işarələyin. Əks ədədlərin cəmi 0, yerdə nə qalsa onları hesablayın. Burada isə C bəndində yenə əks ədədləri tapaq. -7 ilə 7. Bunlar əks 0 oldu. Yerdə qaldı -6. Mənfiləri bir qruplaşdırıram. Bax, yanına gəlirəm -2 üzərinə gəl 10. Yəni bir tərəfdən digər tərəfə yerini dəyişə bilərik. Öz işarəsi qalacaq. Bunlar hər ikisi mənfi olduğuna görə -8 üzərinə gəl 10. Modulu böyük olandan kiçiyi çıxdıq 2. Böyük olan işarəsi də müsbət olduğuna görə cavabımız 2 olur. D bəndində əks ədədlər. Bax, -3 ilə bu 3 əks 0 oldu. Sonra bax, burada 2 dənə mənfi olduğuna görə bura üstəgəl olacaq. Üstəgəl. Bu müsbət, bu mənfi. Bunlar da 0 oldu. Yerdə qaldı 11 üzərinə gəl 5 üzərinə gəl 3. Yəni 11 ilə də 8, 19. Y bəndində əksləri tapaq yenə -6 ilə 6, -4 ilə 4 əksdir. Yerdə qaldı 2 -1, 1. F-də 2, -2, bunlar əks. -3 ilə 3 əks. -4 ilə 4 əks. Yerdə qaldı 5 üzərinə gəl 2, o da bərabərdir 7.